Ya Zəhra. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm, onun əmsi oğlu Əli, onun qızı Fatimə, onların evlatları Həsən, Hüseyn, bütün salihlər hər bir əməllərində Bismillah ilə başlayardılar. Mənası da odur ki, Allahın adı ilə. Bu insan kimin yolun gedir sizə dəyərli müsəlmanlar? Kitab açanda der ki, ya Zəhra. Niyə görə Zəhra? Niyə görə Allah yox? Axı Bismillah'da məqsəd var. Birinci o işi görəndə Allah'tan kömək istəyirsən, ikinci o işi sənin üçün bərəkətli etməsini istəyirsən. Yaxşı, Zəhra nə edəcək orada? Allah ondan razı olsun. O salih insan olub və gözəl qadın olub. Çünki şərəfli bir nəsildən Allaha ibadət üzərində böyüyən bir insan olub. Allahı qoyub, onun adını çağıran kimin yolun gedir? Allah deyir ki, Əleyhissallahu bikəfin əbdəhu, Allah quluna kifayət deyilmi?